Salam aleyküm əziz və dəyərli izləyicilər. Sizinlə mənəm video bloger Beyga Hüseynov YouTube kanalı Savrov Media gündəminin təsisçi baş redaktoru. 17 may 2026-cı il Savrov rayon Qaratəpə kəndində baş vermiş avtoqəza nəticəsində həmin hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin Savrov rayon yanğından mühafizə idarəsinin yanğın söndürənləri və xüsusi qəza xidmətinin işçiləri, əməkdaşları avtoqəza nəticəsində meyitləri və yaralılar ki var idi, o qəzalı maşında sıxılmış vəziyyətdə qalmışdılar. Onların xilas edilməsində birinci nömrədə qəhrəman olan Fövqəladə Hallar Nazirliyinin Savrov rayon yanğından mühafizə əməkdaşları ki var, onların da xidmətini, əziyyətini dəyərləndirmək lazımdır və buradakı bir foto paylaşıram. Onların həqiqətən çəkdiyi əziyyət vəzifə səlahiyyətindən əlavə onların bir insan olaraq göstərdiyi xidmətlərdir. Onların hər birinə, başda cənab nazirimiz Kəmaləddin Heydərov olmaqla Savrov rayon yanğından mühafizə idarəsinin rəisi Elgün Mirzəyev və bütün əməkdaşlarına hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Onlar vəzifə səlahiyyətindən əlavə insan olaraq xidmət edirlər və vəzifə səlahiyyətlərini də düzgün icra edirlər. Hətta mən gözümün şahidi olmuşam ki, rayon ərazisində baş vermiş yanğın zamanı onlar ilin fəslindən asılı olmayaraq, isti və soyuq bilməyərək insanların mal mülkünə dəyən ziyan zamanı, yanğın zamanı onlar elə bir gözəl xidmət edirlər ki, yəni əvəz olunmazsa da hər birinə bir vətəndaş və video bloger olaraq təşəkkür edirəm. Allah Teala xalqımızı və millətimizi qorusun. Allah hər zaman qəza və yanğınlardan, digər ağla gəlməyən bəlalardan xalqımızı qorusun. Sizinlə mən idim. Video bloger Beyga Hüseynov YouTube kanalı Savrov Media gündəmi üçün.